Rekord gedir. Normalda belə idi. Məsələn, github.com-dir. GitHub gəlib bura sonuna əgər dəyişmirlərsə bires.com. Aydındırmı? Normalda bunu siz yazdığınız halda GitHub B-dən sonraya bires.com yazdığınız şeylərdə gedir bunu. Baxın buradakı şey var ha. Üzərində göstərdiyim şey var. Visual Studio kod. Aydınmı? Gedir Visual Studio kodda açır. Amma read-only'dir. Read-only'dir. Read-only salam əleykum. Read-only nə məsələdir? Sən sadəcə nə edə bilirsən onu? Oxuya bilirsən. Aydınmı? İndi sual verə bilərsən və müəllim bu nə üçün lazım olur? Baxın belə bir şey deyim də sizə. Burada connect eləsəm həmin reklamı burada açacaq. Aydınmı? Yəni burada fayllar görünəcək. İstədiyin faylı üzərinə vuracaqsan, kodu görəcəksən. Nə kimi yerdə lazım olur? Əgər read-only-dirsə təbii ki, sən girib orada kod dəyişə bilmirsiniz. Demək ki, baxmaq üçün, istifadə etmək üçün lazımdır. Məsələn olur. Bir dənə layihə yazırsan, aydınmı? Layihə yazırsan. Da oradakı kodlar sənə lazımdır. Okey, deyilmi? Girib onu özünə təzədən yükləmək və yaxud da rahat üzərindən kopyalayıb götürüb istifadə etmək üçün uşaqlar. Onu editorda açırsınız. Editorda açandan sonra nə edirsiniz uşaqlar? Onun üzərindən kodlarınızı rahatlıqla oxuya bilirsiniz. Yəni belə deyək də, kopyalama deyə oxuya bilirsiniz. Oxuyursan, istəyirsən lazım olan faylı götürüb verirsən, oradan kopyalayırsan. İzah edə bildiyim fikrimi nə deməksən? Yəni elə bir ki, açır burada. Necə burada kodun üstündə rahat işləyə bilmirsən, faylların üzərində. Məsələn, proqram klassına keçirsən, eləyirsən. Eyni read-only oradan eləyə bilirsən. Aydındır mı? Bir də, yəni sonra gələn özəlliklərdən biri də burada normalda siz burada lokalda nə var? Bu giti götürüb bunu yükləyə bilirsiniz, nə bilim zip olaraq yükləyə bilirsiniz, Visual Studio aça bilirsiniz. Uşaq burada code space var. Aydınmı? Buradan code space-ə klik eləyib uşaqlar. Create code space eləsəz uşaqlar. Bu zaman artıq read-only deyil. Aydınmı? Götürüb eləyə bilərsiniz. Yəni orada kodun içərisində açacaq yenə Visual Studio'da. Mən daha eləmirəm. Yəni vursam onun üzərinə aparacaq bunu yenə Visual Studio'ya. Onlayn şəkildə orada açacaq. Aydındır mı? Bir nə edəcəksən? Orada kodu yazıb, dəyişiklik eləyib, onu da Visual Studio terminalında buradan commit'ini nə edəcəksən? Atacaqsan. İndi gəlin belə bir şey fikirləşək də. O demək deyil, bu sən bura gir də, oturub bir dənə layihəni sıfırdan ayağa qaldır. Yox, təbii ki, zəruri bir dəyişikliklər falan olsa və yaxud nə bilim kompüter yanında olmaya bilər, falan kimi özəlliklər və yaxud başqa bir yerdən, sənə uyğun olmayan bir yerdən qoşula bilərsənsə, bir xırda refaktorlarını nə edə bilərsən? Buradan eləyə bilərsən. Aydın, baxın, eynilaşdı. Və girərsən burada istədiyin bir şeyi dəyiş. Aydın, buradan istədiyin bir şeyi dəyişsən faylın içərisindən. Aydın mı? Bir buradan terminaldan nə edə bilərsən? Git commit, git add. Baxın, eyni ilə gündəlik commit etdiyimiz terminaldır. İzah edə bildim fikrimi. Aydın, bunlar nə edir? Bu qısa yollar, ümumiyyətlə bu tip şeylər yadıma düşürsə nə edəcəm uşaqlar? Sizinlə şeir eləyəcəm. Okey, deyil mi? Tamam, keçək ev tapşırığının üzərindən bir də təkrarlayaq, bir də referansla valid tiplərdə boşluqlarımız artıq yavaş-yavaş qalmasın. Birinci taskımız aşağıdakılar yazmayacağım. Buraları optional vermişdim. Ümid edirəm baxmısınız. Kimsə sualı varsa verər. Verilmiş ədədi kvadratı yüksəldən metod. Aydınmı? Metodu çağırdıqdan sonra variable kvadrata yüksəlmiş olmalıdır. Variable kvadrata yüksəlmiş olmalıdır. Əslində burada biraz başa düşməyə bilərsiniz. Burada məqsəd odur ki, siz yəqin ki, bir ədədin kvadratı rahatına tapa bilərsiniz. Neyiniz? Öz-özünə vuracaqsınız. Amma bu işi nə eləmək lazımdır? Metodunu eləmək lazımdır. Aydındır mı? Okey. Gəldik bura. Salam, gəl. Int num. Bərabərdə 12. Belə bir metodum, belə bir dəyişənim var, aydındır mı? Mən burada nə edəcəm? Belə bir kvadrata yüksəlmə bir metod yazacağam. Yoxdur normalda C#da. Heç qoymur da bizi yazmağa. Okey, belə yazar bunu. Belə bir metod olacaq. Mən bu metodun içərisində nə ötürəcəm? Bu namı ötürəcəm. Yəni bunu istəyir əslində sizdən. Və burada console write-line namı yazdıranda dəyərini nəsə görəcəm. Atıram ki, 12-dirsə, 12 kvadratı 144 edir də. Belə görməliyim. Söyləməsi deyil. Aydındır ümumiyyətlə, şərt aydındır. Zaten bir yerdə yazıb indi öyrənəcəyik də. Okey, deyim nə deməksən? Deməli, bax, deyir variable 12-dir. Deyir, mən metodu çağırım və variable oraya göndərim. Sonra variable yazdığında dəyəri 144 olsun. Okey. Demək bir metod yazacağıq. Amma gəlin value type-ların işləməyinə baxaq da. Integer value type-dir də, aydındır mı? Burada sən 12 üzərində, 12-ni burada gəlib bura göndərib, üzərində nə edirsən elə ilə, yenə burada nəsə çıxmalıdır ekrana. Yenə 12 çıxmalıdır. Razıyıq buna? Çünki value tipdir də. Yəni, bura num göndərmə ilə 12 göndərmə arasında heç bir fərq hal-hazırda yoxdur. Aydındır mı? Yəni, normalda. Burada yenə C nəsə çıxmalıdır, num nəsə çıxmalıdır. 12 çıxmalıdır yenə. 12 çünki value tipdir. Value tip nə ilə verir uşaqlar? Stackdəki valuesunu ötürür. Stackdəki valuesu nədir?
Eləyəcək, biz eləyəcəyik. Artıq eləyəcək, hələ ki yoxdur. Yəni bunu başa düşə bildik burada nədir məsələ? Yəni bu hələ də nə çıxmalı idi uşaqlar? S12 çıxmalıdır. Bu value tipinə normal davranış. Amma bizə deyir bir metod yaz, tamam. Statik nə olduğunu bilmirik yazırıq. Void sağ olsun tamamladı. Integeri qəbul edir. Bilirsiniz də burada nə olacaq? Nam kvadrat yüksəlməyi nə edəcək? Vur bərabər olacaq nəyə? Özünə də, hə? Vur bərabər özünə. Yəni bütün məntiq budur. Kvadrat yüksəlmə məntiqi budur. Okeydir mi uşaqlar? İndi gəlin baxın. Nam 12-dir. Burada namı ötürdüm bura. Nam burada gəlib neçə olacaq? 144. Burada da namı yazıram ekrana. Gəlib nəticəyə baxsam, dediyimiz kimi, bayaq dediyimiz kimi, hələ də neçəni görəcəyik? 12-ni görəcəyik. Aydın, çünki nədir uşaqlar? Value tipdir. Aydındır mı? Amma deyir ki, məsələ odur. Mən namı burada verim, göndərim. Amma namın başına gəlib burada elə bir 10 gəlsin ki, bu sətirdən sonra neçə olsun? 144 olsun. Aydındır mı? Demək ki, uşaqlar, biz bilirik ki, bütün dəyişənlər, variablelar harada dayanır? Stackdə dayanır. Yəni, stackdə də onun, yəni value'lar stackdədir. Referanslar nə edir uşaqlar? Stackdə də onların pointerıdır, value'ları heapdədir. Amma burada bir şeyə başa düşmək lazımdır uşaqlar. Normalda, əgər bu, atıram da bu, bir də qaydıram, yəni izah edirəm, köhnə mövzudan danışıram. Aydın. Tutaq ki, bu hücrə 0.01-dir. Aydındır mı? Bu hücrədə hal-hazırda nə dayanır? O əlasız, 12. Okey, değil mi? Atıram burada bir string var. Aydın deyirəm ki, word. Bu da boşluqda heç nə yazmamışam, neysə. Stackdən danışıram. Stackdəki hücrəsi nə olacaq bunun? Yəni, hansısa bir nömrə. Olsun 0.02. Yaxşı. Burada stack, biz də stackdəki hücrələrdir bunlar. Yaxşı, buradakı bunun dəyəri nədir? Heapdəki dəyərin hücrənin kodu. Yəni, tutaq ki, heapdəki adresi, tutaq ki, belədir də 0.nəm atıram, bunu belə qoyuram. İzah elə bildi fikrimi? Yəni, bütün variable'ların stackdə nə var? Hücrəsi var. Bu öz yerində. Amma, təkrar gedək. Stackdə value tiplərin hücrəsinin içərisində onun dəyəri saxlanılır. Amma stackdə referans tiplərin stack hücrəsinin içərisində bu stringin boş dəyəri yox, nə yazılır? Heapdəki dəyərin hücrəsinin kodu. Aydındır mı? İndi uşaqlar, biz bura namı ötürməkdən əslində nəyə ötürdük? 12-ni ötürdük. Razıyıq mı? Biz 12-ni ötürdük. Və 12-nin də buradakı 12 də gedir, burada bir hissə bu ayrı bir hücrədir artıq. Aydın gəlir burada bir ayrı bir hücrə halını alır. Ayrı bir fərqli bir hücrədir. Bunun üzərində dəyişik elib bu 144 ölürsünüz. Bunun amma heç bir adiyyatı yoxdur. Razıyıq mı? Hə, ver. Ümumiyyətlə, əgər bir dəyər heapdə saxlanılırsa, stackdə 100% onun hücrəsi var, bir də heapin də öz hücrəsi var. Deyil. Amma referanslar. Niyə mən heç kimə access verməli deyiləm axı? Niyə belə bir bildiriş gəlsin ki mənə? Kənar maillə boşlursan isə. Müəllim, mənim bir dənə sualım var idi. Ver, davam edeyim. Müəllim, biz bunu void-lə yox da adi int yaza bilərik, static int. Yaza bilərsiniz. Qeydə qaytarılır. Amma orada misal üçün siz burada ref-lə out istifadə edəcəksiniz, yəni herə getmək. Gəlirəm oraya yavaş-yavaş. Bəs onu yazmasaq olar, elə birbaşa. Olardı. Prosta məsələ value-lə referansı məntiqi, işləmə məntiqi başa düşmək idi, ona görə. Yəni taskda ref-lə out mütləq istifadə olmalıdır. Taskda olmalıydı. Ondan sonra mən yeni commit ata bilərəm, dəyişə bilərəm. Bu tip mövzulara sual vermə. İstədiyin dəyişiklik eləyə bilərsən. Yaxşı? Yaxşı. Biz ümumiyyətlə refaktoru açıqdır, aydındır mı? İstədiyiniz var, istənilən var. Refoyu mənim ən bəyəndiyim məsələlərdən biridir. Refaktoru daim. Aydındır mı uşaqlar? Okey. İndi məsələ nədir uşaqlar? Aydındır mı bura əslində nə ötürüb? Bunu buradan silirəm. Uşaqlar, indi mən deyəcəyim ki, artıq bu namı bura. Valuesunu ötürmüşəm. Bunu nə ilə ötürəcəm? Ref-nə ötürəcəm. Ref-nə ötürəcəm. Eyni gəl metodu nə deməliyəm? Sənə nə gələcək? Ref gələcək. Artıq belə yazanda uşaqlar, artıq burada hücrədə gedib ikinci bir variable yaranmır. Neyini uşaqlar? Artıq bunun neyini ötürmüş uşaqlar? Artıq referansı. Yəni referansı nə edir? Hücrənin eyni kodu. Yəni bunlar bunun hücrə kodu artıq nədir? Eynidir. Ona görə bir hücrənin içində dəyişəndə əslində digər hücrə də orada olduğuna görə onun da dəyəri dəyişmiş olur. Ona görə bunların hücrələri artıq eyni olduğuna görə, burada nam 144 olduğuna görə uşaqlar və bunların ikisinin hücrəsi bir-birinə bərabər olduğuna görə burada namı 144 olaraq nə edir? Ekranda görmüş olur. Aydındır mı uşaqlar? Yəni kim belə yazmamışsa məqsəd öyrənməkdir.
nə edəcəyik? Bunu yazacağıq. İndi mən bir sual verim, davam edək sürət. Niyə alt yaza bilmərəm? Yes, çünki uşaqlar alt yaza bilmərəm. Niyə? Çünki uşaqlar yaza bilərəm, alt bir də yaza bilərəm işləyər. Amma uşaqlar ref nəyə məcbur eləyir? Ref məcbur eləyir ki, əvvəldən də mən də demişəm bax sənə ki, sənə rəqəmi verirəm. Bax verirəm, verdim rəqəmi. Get onu dəyiş. Əgər deməsəydim rəqəmi mən vermirəm, özü amma orada alt istifadə edə bilərəm. Yes, burada hal-hazırda eləyə bilərəm, amma alt bilirik ki, əvvəldən dəyər verməyə bilərsən də deyir, amma bu bizim işimizə burada ziddir. Okey, gəldik uşaqlar. Gəldik. Verilmiş ədədlər siyahısı içindəki, yəni siyahı nədir bizdə? Massivdir də, aydınlıqmı? Ədədlər var, həmin ədədlər kvadratı yüksəldilmiş nə edəcək? Bir massiv qaytaracaq. Bu keçən dəfə müzakirə etdiyimiz array mövzusunun sualına cavabını tapacaqsınız burada əslində. O şey nə edir? Bu metod qalsın, bunun həllini ataq kommentlə. Bunun işimiz yoxdur. Deməli, bir dənə massivimiz var deyir uşaqlar. Baxın, int massivi necə yaradırdıq? Olsun numbers. Şey değil mi? Bərabər olsun. Deyək 11, 10, bir dənə də 12. Şey değil mi? Belə kifayət. Aydındır. Deməli, bir dənə metod yazacaq uşaqlar. Bu massivi qəbul edəcək. Bunun içindəkiləri kvadratı yüksəldib qaytarır. Aydındır mı? Okey. Deməli, nə edəcək? Gəldik bura statik. Statik olsun. Void. Void yazıb edirəm. Deyək ki, pop array yazacağam. Belə bir adı qoyacağam. Nə qəbul edəcək uşaqlar? Int. Yenə massiv gələcək də bizə. Deyirəm, adı da olsun array. İndi burası qaldı alqoritm məsələsinə. Salam. Tamam, buyurun. Boş yer, hara rahatsa əyləşin. Okey. Deməli, əlimizdə bir massivimiz var. Biz bunu nə edəcəyik uşaqlar? Üzərində gəzib bir-biri içindəkiləri nə edəcəyik? Kvadrata yüksəldəcək. Aydındır mı? Bunu nə edəcəyik? Təbii ki, bunların içində bir-biri üzərində gəzmək üçün nə etməliyik? Çarəmiz loopdur da. Aydındır mı? Loopdur. Okey. Deyəcək ki, burada loopa sal bunu. Aydındır mı? Nə qədər fırlanacaq uşaqlar? Array'in nöqtə range'i qədər. Okey, bunu da yazdım. Tamam. İndi elementlər bir-birinə necə götürəcək uşaqlar? Array'in indeksdən götürülür. For-in indeksdən götürülür. Aydındır mı? Amma yenə nə edəcək? Kvadratı yüksəlməsi nə edəcək? Vur bərabər olacaq nəyə? Özünə də. Razıyıq mı? Özünə nədir? Array'in indiksi. Okey, uşaqlar. Bu qayda nə edəcək? Yazacağıq. Və ən sonda, okey, bu metod işləsin. Gəl yenə burada bu metod çağıraq, görək bir dənə nəticəyə baxaq. Görək nə baş verir. Gəl deyirəm ki, metodumuz adı nə idi? For array yazmışıq. Və bura nə edir uşaqlar? Numbers ötürürük. İndi bir dənə də loop burada yazaq ki, görək də dəyişiklik olur mu yox üzərində. Aydındır mı? Və burada bir dənə for yazıram ki, görək ki, bu massivin içində dəyişiklik olub ya yox. Razıyıq. Çünki yazdırmasam görə bilməyəcəyik axı. Gəl bura deyəcəm ki, numbersin nöqtə lenzi qədər loop elə. Burada console write-line ədədləri yazılır. Ədədlər nə olacaq yenə? Numbers'ın indiksi. Yaxşı, nə deyirsiniz uşaqlar? Siz də bu massivin üzərində bu metod dəyişiklik eləyə biləcək indekslərdə. Aha, başqa? Biz orada array qaytarmırıq axı, void-lə yazmışıq. Qaytarmıram mən, nə olsun qaytar. Amma həmin array-in üzərində bax dəyişiklik eləyirəm də burada. Mütləq qaytarmaya ehtiyac yoxdur. Eləyəcək. Eləyəcək, eləməyəcək. Bir dənə hə deyənlər əlini qaldırsın. Okey, eləməyəcək deyənlər. Eləməyəcək deyənlər məndən çox olmalı. Heç bir variantı yoxdur. Üçün burada olsun, bağlı. Bağla. Hə. Eləyəcək, mən yiyəsi məlumdur. Niyə? Çünki uşaqlar, array nədir? Array üçün bura ref yazmaya ehtiyacı zaten referans tipdir uşaqlar, aydındır mı? Zaten referansı və dəyişirsə eyni bir cürədə gedir, nə edir, onu dəyişir. Okey deyil mi? Əla. Yəni burada return falan, array falan yazmağa ehtiyac yoxdur. Aydındır mı? Nə zaman olardı? Okey deyil mi? Amma nə zaman olardı, yəni digər taskın üzərində. Aydındır mı? Yəni nə zaman biz ref yazardıq bura və yaxud da başqa bir array yullasaydıq burada. Yox, onu zaten bir növbət taskımız ondan da onu yazacağıq. Bu uşaqla birlikdə bu referansların normal işləmə prinsipi. Yazılır. Bəs odur məsələ. Nə zaman yazılır? İndi ondan danışırıq. Əslində danışmışdıq keçən dərs, bir də bunun üzərindən keçək. Burası aydındır uşaqlar. Yəni heç də həmişə refi görmüsünüz ya, mən yemə o refi yapışdım. Yox, biraz çox dərinə getmək lazım deyil. Aydındır mı? Normal işləmə məntiqlə başa düşsəz problem olmayacaq. Okey, keçdik növbəti taskda uşaqlar. Parametr olaraq, budur. Bunu yazdı. Parametr olaraq bir string dəyəri qəbul edən və həmin stringin içərisində boşluqlar qalmayacaq hala gətirən.
Yəni bu nə deyir əslində? Deyir ki, sənin burada string bir dənə Word-ün var. İçərisində lorem, boşluq var, ipsum. Belə bir şey var. Aydındır mı? Hətta bir dənə də dollar yazar. Deyir ki, bunu o hala gətirir ki, bu son halı nə olsun bunun? Lorem, ipsum, dollar. Aydındır mı? Yəni içərisində nə olsun? Boşluqlar silinsin deyir. Və biz bunu nə edəcəyik? Metodla edəcəyik. Aydındır mı? Tamam. İndi nə edəcəyik? Bir dənə də metod bunun üçün yazar. Nə edəcəyik? Metod nə qəbul edəcək? Bir də string qəbul edəcək də. Aydındır mı? Deyək ki, static olsun. Static void olsun. Change str qoyaq. Change str. Nə qəbul edəcək? Argument olaraq string argumentdir bu. Parametrdir. Aydındır mı? Bu parametrdir. Argument nədir? Çağıranda ötürdüyümüz. Aydındır mı? İndi uşaqlar biz nə etməliyik? Təbii yenə bunun üzərində bir şey eləməliyik, gəzməliyik uşaqlar. Aydındır mı? Niyə? Çünki bir karakterlə yoxlamalıyıq axı, boşluqdurmu ya yox. Yəni eynən nə olacaq üzərində? Burada loopa salınacaq. Nə? Array. Və bilirsiniz, yox string. String də bilirsiniz uşaq charların nə idi uşaqlar? Toplusudur. Zaten charlar toplusudur. Amma sən gəlib burada belə də edə bilərsən də. Deyə bilərsən ki, char massiv deyərsən. Aydın adını qoyarsan chars. Bərabər to char metod. Stringlə to char metodu. Yəni stringlə to char metodu var. Zaten bunu eləməsən də nə edir uşaqlar? Arkada gizli bir massiv işlədir. Yəni eyni məntiqdə işlədir. Bunu yazıb, yəni to char array metodu bilək ki, stringi nəyə çevirir? Char massivə çevirir. Yəni bunu zaten yazmaya ehtiyac yoxdur. Bilirsiniz ki, zaten string özü massiv S. Charlar toplusudur. O şey yenə lenzi qədər, amma lenz böyüklə yazılır uşaqlar. Lenzi bir dənə yazaq. Tamam, indi normalda gəlib konsol aytlarını bir-bir yazdırsam, dəyərlərin özünü yazdıracam. Mən yoxlamalıyam da uşaqlar. Əgər boşluqdursa başqa bir şey görəcəm. Aydındır mı? Yes, gəl bura deyəcək ki, bir condition olacaq. Necə götürüm indekslər bir-bir? STR-nin birincisi. Yəni bərabərsə normalda bizim boşluğa bunu ignore eləyəcək də bir növ. Aydındır mı? Yes, bu niyə yaza bilmirəm uşaqlar belə? Çünki bu chardır, chardakı qoşa dırnaqda yox. Uşaqlar necə yazılır? Tək dırnaqda yazılır. Bu belə yazılacaq. Amma indi bir məsələ var da. İndi biz bunun əksini götürək. Deyilsə, yəni boşluq deyilsə, yeni bir string yığaq da. Yeni bir string necə olacaq? Boşluqsuz. Biz şimdi uşaqlar burada nəyə? Yeni bir stringə ehtiyacımız var. Aydın burada deyəcək ki, stringdən bir dənə yeni bir dəyişən. Deyək ki, new str yazaq burada. Bərabər olsun default da yaza bilərik və yaxud da nə yaza bilərik uşaqlar? Boşluq da yaza bilərik. Aydındır mı? İndi nə edərik uşaqlar? Bu təzə stringin üzərinə boşluq deyilsə, həmin karakteri gələrik də. Aydındır mı? Deyərik ki, new str'imiz stringlər bilirsiniz də neyini? Class bərabər olsun buna. İndi gəlin başa düşək. Birinci nə gələcək Ramil bu? El. El boşluqdur. Yox, el boşluq deyil. Girəcəkdir bunun içərisinə. Girəcək. Burada new string necə olacaq birinci loopda? El. Aydındır mı? Girməyəcək. Əks qoymuşam bax. Nida qoymuşam. Aydındır mı? Birinci halda el olacaq. Yəni o boşluqdur. Yox, yapışacaqdır mı yəni? Biz stringləri toplayanda nə edir? Yapışdırır yəni. Aydındır mı? İndi gələcək tutaq ki, buradakı boşluğa çatanda boşluqdursa girməyəcək ki bura. Girməyəcək string olur. Yəni demək ki, dolu qaytaracaq bizi. Aydındır mı? İndi gəlib biz bura nə edək? Gəlsək bura, bunu bağladıq. Bu məntiqi başa düşdük. Gəldim ən axırda. Uşaqlar, return veya deyilsə, məsələn, return yazsam müəllim. New str yazsam uşaqlar. Bu bilirsə, new str yazsam, bu da nə etməliyəm? Bunu string eləm. Zaten uşaqlar, burada normalda. Gəlib mən həmin metodu çağırsam, metod adı nədir? Change str. Bu mənə uşaqlar təmiz fərqli nə qaytarır onsuz da? String qaytarır. Aydındır mı? Və bu mən neyin içərisində yazmalıyam? Ya konsol aytının içərisində yazmalıyam Ramil, ya da ki, burada nə yazmalıyam? str bir dəyişən yazıram, ya da belə yazacağım. Aydındır uşaqlar? Yəni bu ayrı bir dəyişəndir, bu ayrı bir dəyişən. Çünki bu neyir? Geriyə ayrı bir dəyişən qaytarır. Bunların bir-birinə aidiyyatı yoxdur. Razıyıq mı? Amma məqsəd nə idi? Mən gəlsəm, gəl onun ardına görə yazılır mı ardından məsələ? Göndərdikdə variable'ın dəyəri dəyişməlidir. Bax, deyir ki, variable təyin eləməmsən burada. Bunun dəyəri dəyişməlidir. Amma buradakı yazılış nə edir? Təmiz fərqli bir variable gətirib gəlir. Aydındır nə demək istəyirəm? Yaxşı, amma mən gəlib burada yenə belə bir şey yazanda, Word yazanda, Word-ü necə görməliyəm? Bitişik görməliyəm. Görəcəmmi bitişik? Hal-hazırda görəcəmmi bitişik sizdə? Yox, uşaqlar, çünki bu nədir? Bu ayrı bir dəyişəndir. Bu ayrı bir dəyişən qaytar. Onda belə bir... Abi adı nə idi? Bir anda fola gəlsəydim belə olmayacaq.
Void deməli əsl bir işi gəlməli burada belə bir şey yazar da. Bizim köhnə CTR-imiz bərabər olsun təzə CTR-imizə. Razıyıq? Yox, ad qoymuşam da. Hə, stringin mən qoydum addı. Ayşun. Bura. Sualın var? Sualın varsa saxla mənə ver. Aydın da burası uşaqlar. Tamam. Belə bir variant verir ki, gəl öz CTR-imizi mənimsələ təzə CTR-yə. Və onda bunu dəyişən qaytarmır da, gedə bilir sizə artıq voiddir. Qaytarmırsa, yaxşı. Run eləsəm proqramı, burada Word-i boşluğu görəcəm, görməyəcəm. Yəni, belə çıxacaq, yoxsa belə çıxacaq? Ya belə deyir də, istədiyimizi alacaq, yoxsa almayacaq? Almayacaq. Alacaq deyənlər. Onu bir gəl belə edeyim, mən proqramı run edirəm. Cavabı görürsün, amma izah verəcək sizə o variantı olan adamlar. Görmədiniz. İstədiyimizi almadım. Yaxşı, şimdi bir də mən sual verim. Sual diyecək ki, müəllim, bəs bu referans type-idir, niyə belə bir şey oldu, filan. Hə, alaq niyəsini. String referans tipdir. String normalda referans tipdir. Yaxşı, mən burada niyə bu dəyişikliyi görmədim? Bir nəfərlə gedik. Hə, abi deyəcək. Niyə? Əzbərdən bilirsən ki, belədir. Hə, de. Burada Word yoxdur. Burası CTR kimi. Burası CTR kimi yani. Yəni deməli biz bir şey bilmişik ki, bu string referans tipdir, integer value tipdir. Referansı məcbur, yəni ora ref ötürməyə lazım deyil. Zaten referansdır. Biz belə əzbər getmişik əslində. Uşaqlar, bir şeyi yadda saxlamaq. Bunu bir dənə buradan anlasanız məsələ dəyişəcək. Bu Word ayrı bir hücrədədir. Ayrı bir hücrədir, aydınmı? Bura gələn variable ona eyni hücrədir. Yox, nə olsun referans tipi? Eyni hücrə deyil. İzah edə bildin fikrimi? Yəni bu metod içərisində gələn bu variable artıq x2 hücrəsindədir. Aydınlıq nə demək istəyirəm? Yox, o cavabı həndə, amma izah yox idi. Nə onu demək istəyirəm? Başa düşdüyü niyəsini. Uşaqlar, bu variable ayrı bir hücrədir. Bu ayrı bir hücrədir. Nə olsun referans tipdir? Aydınlıq mı uşaqlar? Biz indi burada, əgər bunu ref olaraq ötürsək bura, artıq burada nə edəcək uşaqlar? Bununla bu gələn Word-ün hücrələri eyni olacaq. Yəni mən yəni bir şey bayaq kimsə sual verdi. Yəni referans tiplərlə niyə ref işlədirəm? Bax bu tip hallarda. Sən anlamalısan ki, artıq bunlar ayrı bir hücrədir. Ona görə bura nə edəcək? Bura deyəcək ref. Gəl bunu nə ötürəcək uşaqlar? Reflə ötürəcək bura. Yəni artıq gəl bu bərabərliyi yazsaq belə. Gəl Ctrl F5 eləsək. Nə edəcək? Yes, hücrələr artıq eyni hücrəni işarə elədiklərinə görə nə edir uşaqlar? Nəticəni görmüş olur. Aydındır mı uşaqlar? Baxın, burası kritik önəmlidir. Stackdə, bütün variablelar stackdədir. Razıyıq mı? İstir referans, istir value. Bir də üzərindən keçirəm. Orada bir hücrə var, o hücrənin içərisində value'larda dəyər saxlanılır. Referanslarda dipdəki hücrə saxlanılır. Aydın nə demək istəyir? Okeydir uşaqlar. Deyirəm, bu da bir təkrar bunun üzərindən keçmiş olmalı. Aydın mı? Yes, yəni əsas bu, yəni ref olma məsələsi, niyə ref yazdıq? Yəni tahmaca tapmayadı, bir növ başa düşək. Kim başa düşməsə, yəni bir dəqiqə şey eləmir, problem eləmir. Atdım, təkrar hər dərs izah eləyərəm. Aydındır mı uşaqlar? Okeydir, tamam. Keçək növbəti tasımıza. Parametr olaraq integer array variable. Parametr olaraq integer array variable'ımız olmalıdır. Və bir integer value qəbul edən və həmin integer value-ni götürüb array-in içərisinə atan metod yazmalıdır. Aydındır mı? Okey. Yəni deyir ki, tamam, sənin əlində deyir bir dənə array olsun. Atıram kommentlər, int array olsun, deyək ki, numbers bərabərdir, dəyəri olsun 3, 7, 1. İndi deyir ki, bir dənə metod yaz. Mən ora sənə 9'da verim. O 9'u götürüb atsın ara. Bu massivin içərisində. Yəni massiv necə olsun? Ben nöqtə vergül qoya bilsəm əgər. Massiv necə olacaq artıq? Olacaq. Yes. 3, 7, 1. Nə olacaq? Bir də 9 olacaq. Belə bir metod yazmaq.
Metodu dilinə qəbul edirsən, bir massiv qəbul edirsən, bir də yeni bir ədədi qəbul edirsən. Aydınmı? Tamam. Ona görə nə edəcəyik? Deyəcəyik static void static deyək ki void deyirəm ki add array yazacağam. Add array. Nə qəbul edəcək uşaqlar? Bir integer array qəbul edəcək. Array. Bir dənə qəbul edəcək. Integer bir dənə num qəbul edəcək. Aydınmı? Array bu olacaq. Bunu ötürəcəyik. Rəqəmi ötürəcəyik 9-u. Götürüb atacaq bunun içərisinə. Aydınmı? Yəni belə bir nəticə olacaq. Okey, uşaqlar. Arraylərlə bağlı bilməm girişdə danışmışdınız ya yox. Bilək ki, uşaqlar, arraylər fixed size-dır. Heç vaxt dəyişmir. Əgər bir dənə belə bir array yaratmışsınız, bunun uzunluğu neçədir? 3. Aydınmı? Sən bunun üzərində dəyişiklik eləsən, buna aidiyyəti yoxdur. Bu qalır, gedir yeni bir massiv yaradır. Yəni arraylər fixed size. Quizdə bu cümlə düşəcək. Yəni heç vaxt o dəyişmir. Əgər hamı bir dənə array təyin eləmişsə, uzunluğu 5-dirsə, onu birini əlavə edib 6 eləsə, o gedir artıq yeni bir massiv yaradır. Bunu bilək. Okeydirmi? Bunun altından bir dənə xətt. Bu bizə lazım olacaq. Aydınmı? Daha sonra uşaqlar. Sonra da num array-in elementləri harda qalır? Heap'dədir yoxsa heap'dədir də. Çünki referansdır. Və heap'də uşaqlar onlar ardıcıl yaddaş bloklarına saxlayır. Məsələn bir dənə fikirləşin ki, belə bir şeydir. Yəni gəlin belə bir şey deyək. Arada siz də Paint-i açmış adam stres atır. Hissəli fiquru rahatla çəkə bilirsən deyə. Mən ciddi deyirəm, o mənə təsir edən bir şeydir. Neysə bir də kvadrat çəkməksən, yəni həyatın boyu böyle götürüb çıxıverən belə düz kvadrat çəkə bilərsən. Yox, aydınmı? Yəni oynayın belə bir şeylərlə. Deməli stack gəl belə eləyək də. Bu bizim olsun stackimiz. Hipimiz biraz bir hissə böyükdür. Olsun bizim hipimiz. Aydınmı? Massivimiz varsa burada bizim. Massiv varsa gəl belə bir şeydir. Massivi nə tekst eləyə bilməm. Deməli, daşı massiv 3, 4, 5 idi. Aydınmı? Fikirləşin ki, burada bu massivin dəyərləri ardıcıl yaddaş bloklarıdır. Bu tutaq ki 1 üçündür. Bu tutaq ki 2-ci üçündür. Bu da nə üçündür uşaqlar? 3-cü üçün. Yəni burada indekslər üçün çəkdirəm bunu, əgər çəkib qutara bilsəm. Yəni bunun içində nə qalır uşaqlar? 3, 4, 5 qalır. Aydın və fixed size. Yəni bu artıq bunun üçün bu yaranırsa, bu çərçin bura altına əlavə etmək istəsən, o artıq nədir uşaqlar? Ayrı bir massiv. Bu iki cümləni nəzərə olaraq yaddan saxlayaq. İndi uşaqlar bizə təbii ki burada nə lazımdır? New bir massiv lazımdır. Amma new-nun içində nə olacaq? Plus gələn bir rəqəmdir. Aydınmı? Deməli mən burada nə etməliyəm? Int new array yaratmalıyam. Aydınmı? Bərabərdir. Yaxşı, array yaradanda biz ona nə veririk normalda? Lens veririk də. Yaxşı. Burada indi atıb da bu lensi, nom atıb. Yaxşı, bu lens nə qədər olacaq? Köhnə plus 1 qədər. Aydınmı? Köhnə hansıdır normalda? Bu arraydir də. Array'in nöqtə lens plus 1 qədər. Aydınmı? Çünki yeni yaradacaq bu array'in uzunluğu 4-dür, bunu 3-dür. Bir dənə artıracamsa uzunluğu nə olacaq? Bir dənə artmış olacaq. Aydınmı? İndi uşaqlar nə etmək lazım? Bir elementlərin üzərində gəzib təzəsinə əlavə etmək lazım. Yes, köhnənin üzərində gəzəcəyik yenə. Yes, aysa köhnənin üzərində gəzəcəyik. Köhnəmiz hansıdır bizim? Array'dir. Array'in nöqtə lensi qədər fırlanacağıq. Təzəni götürəcəyik burada. Deyəcəyik təzənin inincisi bərabər olsun nəyə? Yes, array'in inincinə. Amma uşaqlar nə olacaq burada? Gəlin baxaq. Bunun uzunluğu uşaqlar 3, 7, 1-dir. Nə qədər fırlanacaq bu? 3 dəfə. Deməli 3, 7, 1-i götürəcək. Amma ən axırıncı nə qalacaq? Boş qalacaq. Integer- isə uşaqlar onun səssiz dəyəri, yəni 0-dır normal. Yəni ən axırıncı nə olacaq? 0. Amma biz istəyirik ən axırıncı nə olsun? Num olsun. Ona görə uşaqlar biz massivin ən axırıncısını götürə bilirik də. Deyəcək ki, new array'in length birincisi bərabər olsun nəyə? Gələn num. Length birincisi gəlir. Aydındır burası? Yılıb 3 dənə fırlanacaq burada. Bir dənə axırıncını əlavə edib bunu içərsin. Okeydir uşaqlar. İndi gəldi əsas məsələ. Yaxşı. İndi burada return eləsəm bilirsiniz ayrı bir variable qoyursunuz da. Məsələ dəyişəcək. Amma mən normalına görə bunun ardında nəsə yazırmı? Biz üçün reflə falan bağlı. Okey. Göndərsə num array'in dəyəri artıq belə olacaq. Aydındır mı? Metod çağırıb işlədəndə. Yəni mən gəlsəm bir burada bunu yazdım tamam. Gəlib burada deyir. Həmin metodu çağır deyir. Add array'dir də. Ötürdüm bura numbers'ı. Bir də ötürürəm 9. Aydındır mı? Deyir ki mən gəlib burada köhnə array'i yazdıranda, onun dəyərləri nə etmiş olsun uşaqlar? Numbers'ın yenidən yazdıraq ki görək də uşaqlar. Bunu da deyək console write'lar nə yazdıracağıq? Numbers'ın birincisi. 1 yox,
birincisi. Ha, sizə dəyişər, dəyişməz. Əlavə olunacaq, yoxsa olunmayacaq? Uşaqlar, birincisi heç cür ola bilməzdi. Niyə? Uşaqlar, niyə? Aydındır mı? Deyə bilərsiniz ki, müəllim, bu metodun, yəni bu ərə ilə bir işi var ümumiyyətlə. Ən azından bərabərləşdirsəydim, onu da qarışdıra bilərdiniz. Yəni deyərdiniz ki, əgər yazsaydım ki, bura köhnə ərəy hansıdır? Ərəy bərabər olsun nəyə? New-ya. Əgər bunu yazsaydım bura, onda qarışdırma ehtimalınız var ki, müəllim, o dəyişə bilər. Razıyıqmı? Yaxşı, bunu yazdım belə, nə görəcəm yenə? Yenə nə olacaq? Dəyişəcək, dəyişməyəcək. Dəyişməyəcək uşaqlar. Çünki uşaqlar, məsələ nədir? Burada gələn variabl ayrı-ayrı hücrələrdədir. Aydındırmı? Eyni nasıl referans tipdir? Okeydir uşaqlar, yəni bərabər deyil bunlar. Bax, bərabərləşdirsən belə, köhnə ərrəyimiz yenə dəyişmir. Niyəsə başa düşdük? Artıq 10 dəfə rahat bəlkə təkrarlanır. Yaxşı. Necə eləyim ki, köhnə ərrəyimdə olan variablar dəyişsin? Siz ki, burada nə edəcək uşaqlar? Deyəcək ki, bunu refdən ötür bura. Burada da bu nədən qəbul elə? Refdən qəbul. Aydın mı? Gəlsək, indi o bərabərlik bizim işimizə. Ha, yes. Burada uşaqlar, hə, bu ən axırıncı. Benzi ən axırıncı bizə yes, ən axırıncı. Yes, üstüyə belə yazmaq. Aydın uşaqlar burası. Müəllim, taskı bir də izah edə bilərsiniz. Nəyə izah edeyim? Bu taskı. Okey uşaqlar, bir də üzərindən keçsək, əslində burada olan məntiq bir əvvəlki işlədiyim taskların məntiqinə eynidir. Yəni, deyir, bir massivin var, 3 dənə element var içərisində, 15 dənə də ola bilərdi, bu sizə qalmış bir şeydir. Deyir ki, bir dənə metod yaz, bu massivi ötür ora, bir də kənar bir variabl ötür, götürsün bu variablı elə bu massivin içərisində eləsin, əlavə eləsin. Yəni, 3, 7, 1-dir, olsun 3, 7, 1, 9. Okeydir burası. Biz gördük ki, uşaqlar, yəni, bu köhnə massivin üzərində təzə bir massivimiz olmalıdır ki, biz götürməyək, köhnə dəyərlər ora yığaq, bir də kənar gələn variablı onun içərisinə əlavə eləyək. Yəni, bunu elədik biz rahatlığına. Bunu belə yazmamışdan qabaq, yəni, burada əslində düyəriyi yazdırsam ekrana görəcəksiniz ki, hə, dəyişib içərisin. Amma deyir ki, birbaşa bu massivin üzərində dəyişiklik olsun. Bunu istəyir bizdən. Deyir ki, variabl verirəm sənə deyir, metodu çağır, amma bu variabl dəyişsin. Belə bir şey dediyinə görə uşaqlar, demək ki, burada biz onu eləməliyik uşaqlar, reflərin üzərində işləməliyik. Aydındırmı? Və eyni hücrəni ötürməliyik deyə bura. Mən demişdim, uşaqlar, o oyuncaq məsələsi dedim uşaqlar, aydındırmı? Yəni, referans tiplərdə əgər sən bu oyuncağı istəyirsənsə, aydındırmı? Əgər bu bir value tip olsa, mən deyib bundan bir də alıb başqasına verəcəm sənə. Aydındırmı? Dəyər. Sən gəlib o sındırma eləyəcəksən, buna heç bir adiyyəti olmayacaq. Amma referansda artıq sən bunu istəyirsənsə, mən məcbur bunu verirəm sənə. Yəni, o eyni hücrə məsələsi budur. Aydındırmı? Eyni hücrədə bu əlimdəki pultu verirəm sənə. Sən bu sındıranda əslində məndə olan sındır da. Çünki eynidir artıq bu. Aydındır mı? Artıq burada da hücrə məsələsi var. Yəni istəkdəki o hücrə. Yəni siz gündəlik həyatda o hücrə sözünü çox eşitməyəcəksiniz. Aydındır mı? Prosta məsələn belə bir şey baş verəndə artıq bunun səbəbini sən izah etməyi bacarmalısan. Yəni məntiq bu. Hə, ver abi. Müəllim. Yes, new array return eləsən, bu artıq təmiz fərqli bir dəyişən qaytaracaq sənə. Düz qaytaracaq təbii ki. Yes, uşaqlar, yəni siz deyirsiniz ki, burada əgər bu new array return eləsən, zaten bunun qaytardığı fərqli bir variabl. Aydındır, ona görə o bizim işimizə yaranmaz. Məntiq işləyəcək, dəyişəcək, amma ki, şərtə uyğun deyil də, şərt başqadır. Finansan başa düşdün sualı? Müəllim, mən bir siz sonrasını anlamadım. Burada array bərabər new array elədik orasını. O hissəsini anlamadım. Yəni bu qrupların köhnə array, təzə array mən söyləyirəm ki, 371 olsun, 371.9 da. Yəni burası sadədir. Aydındır mı? Okeydir burası. yox, tam okey deyil. Fidan gəlib ən sadə yerində ilişir. Fidir bu bərabərliyi yazdı. Axı dedik massivimiz 371 deyil. Artıq onu dəyişib nə etmək istəyir? 371.9 eləmək istəyir. Aydın mı? Ona görə köhnə halımız təzə halımıza nə olmalıdır? Bərabər olmalı. Təzə halımız hansıdır? Budur da. Aydındır mı? Təzəni düzəltdik burada alqoritmlə. Yığdıq elədik, köhnələri gətirdik, gəldik. Bir də yanına 9-u qoyduq. Sonra dedik ki, köhnəmiz bərabər olsun nəyə? Təzəmizə də. Aydın mı? Elə bir ki, əlində 5 tutmusan, indirəm üstünə 15 də gəl. O 5 artıq Onu dəyişir. anladım. Prosta da array sözü var idi. Dedim o array'i necə anladım? Bu variablın adıdır. Şey gördüm. Aydın, yes, bu variablın adı. Bu variablın adına bəzəniz ilişirsiniz, amma takmayın.
Prosta mən uyğun olsun deyə belə yazıram. Hansı numbersin? Bu numbersin lenzi səncə əgər yazdıranda içində 4 dənə element görürsənsə 4 olacaq da. Səbirli ol gələr. New array, yes. Və bu ayrı birdir, ayrı bir hücrədir bu artıq. Qoy bunu kənara. Yes, yəni bura ref ötürəndə bunun hücrəsi eynidir artıq. Normalda bunların hücrəsi eyni deyil. Bax, buradakı numbers'ın hücrəsindən buradakı hücrə fərqlidir. Amma artıq deyirsən ki, eynidir. Ona görə gedir eyni nöqtədə dəyişir. Hansı numbers? Yox, qalır, bu qalır. Bu eyni hücrədə işdir artıq. Silinmir, yox. Ayrı-ayrı variable olsa, yəni bu artıq eyni hücrəni saxlayır. Yəni stackdəki bunların hücrənin içindəki dəyərlər nədir? Eynidir artıq. Bir reflə ötürür. Anladın mı? Siz bir şeyi bir dənə başa düşsəz ki, uşaqlar, yəni görürüm çoxsuz ilişirsiniz. Burada təyin etdiyim variable'la metodun içərisinə göndərdiyim variable ayrı-ayrı dəyişənlərdir. Bir dənə bunu anlasaz normalda. Anladın mı? Yes, yəni artıq burada 3 dənə normalda hücrə var. Baxın, bu bir ayrı bir şeydir. Bu ayrıdır. Bu tamamən x3-cü hücrədir. Bu artıq 3-cü bir hücrə. Aydındır mı uşaqlar? Bunları bir-birinə eləmək lazımdır, ayırmaq lazımdır. Yes, yo, normalde dedik ki array'imiz hansıydı? Burada ötürdüğümüz yerin numbers'ında. İçindeki değerler beraber olsun artı buradaki değerler. Sen niye başa düşmedin? Ama yes, yani burada artık bunun lenzi zaten bu yazdıranda 4 tane değer görürsənsə demek ki içinde neçə tane değer var? 4 tane değer var. Anladın mı uşaq? O şey değil burası. Məndən sualım var idi. Burada bizim dedik ki, array'imiz yaradanda size fix olur da, dəyişmək olmur. Əgər dəyişmək istəyək, yenidən bir array yaradırıq. İndi biz burada numbers'ın length'i 3'dür. Metodu da array adında göndəririk. Yəni indi deyirsən ki, o nədir? Uşaq arkada yeni bir array yaranır. Aydın bunu bir kəlmə yazaq qırağa. Aydın yeni bir massiv yenə yaranır. Aydın yəni bu cümlə önəmlidir, fix size. Okey değil mi? Sen burada tamam bu geldin uzunluğunu 4 gördün uşaqlar. Bu artıq yeni bir array. Aydın değil mi? Prosta biz bunları nə üzərində işletiyorlar uşaqlar? Eyni hücrə üzərində işlətir. Aydın? Çünki array konkret olaraq fix size'dir. Yəni o 3 tane əgər bu array burada normalde 3-7 kimi mövcudsa uşaqlar artıq orada yeni bir array artıq nədir? 3-7-1-9 bu artıq fərqli bir array. Aydın değil mi? Yəni bu zaten yəni bunu mən bildiğimiz bilib keçdim də zaten. Çünki ən birinci cümlədə bayaqları onu demişdim zaten. Aydın yatırsan adır biraz ayıl. O şeydir uşaqlar. Gəlin bir də tasvim bir şey eləyək uşaqlar. Sonra çıxarıq fasiləyə. Eyni elə bunların üzərindən olsun. Deyək ki, bunu ataq kommentə. Bir də menümüz olsun uşaqlar. Aydın bizdən 4 dənə seçenek versin də bizə. Aydın mı? Məsələn desin ki, qrupda hansı tələbələr var? Aydın mı? Sonra desin ki, biz nə edirəm? Konsol ayətlərini gəlin yazaq ki, deyək ki, əməliyyat seçsin, nə bilim, əməliyyat seç, belə bir şey yazmışlar. 2 nöqtə bu. Yəni birinə yazaq, bütün tələbələri göstər, tələbələri göstər. Aydındır mı? Belə bir şey olsun, hətta buna deyək qabağında 1 olsun. Bir nöqtə bu olsun. Niyə qoya bilmirik bunu? Hə. Tamam, daha sonra ikinci verək buna uşaqlar olsun. Tələbə adı dəyiş olsun. Aydındır mı? Seçilmiş tələbə adı olsun. Seçilmiş tələbə adı dəyiş. Yəni məsələ biz nədir? Burada 10 nəfər adam varsa, deyir ki, mən bir nəfərin adresini dəyişəcəm. Aydındır mı? Belə bir şey olsun. Daha sonra bir dənə çıxış verək. Yaxşı. 3 olsun çıxış. Çox uzatmayaq. 3 olsun çıxış. Aydındır mı? Deməli, biz kodumuzu run eləyəcəyik. Bu menü çıxacaq qabağımıza. Aydındır mı? Yəni, təbii ki, proqram işini bitirir də. Biz nə edəcəyik? Məsələn, bu adam 1 daxil eləyəndə nə edəcək ona? Tələbələrin listini göstərəcək. Aydındır mı? 2 daxil eləyəndə nə edəcək? Həmin tələbənin hansısa bir tələbənin adını dəyişəcək. 3-dən edəcək, proqramdan çıxış eləyəcək. Aydındır mı? Təbii ki, bizim nəyə ehtiyacımız var? Bir tələbələrin bir massivinə ehtiyacımız var da bizim. Aydındır mı?
Yəni stringdə nəyimiz olacaq? Tələbələrin adlarını saxlayan bir dənə massivimiz olacaq. Aydındırmı? Deyək ki, olsun tələbə 1, aydındırmı? Olsun tələbə 2, hətta gəlin olan tələbələrin adlarından yazaq. Deyək ki, olsun Seymur, aydındırmı? Olsun, kim var idi bizə? Ramil yazaq. Yəni də online'lardır. Aydındır mı uşaq? Belə bir massivim var. İndi bu adam neyniyəcək uşaqlar? Bu 3 əməliyyatdan birini seçəcək də. Nə daxil eləyəcək? Ya 1 daxil eləyəcək, ya 2, ya da 3. Kənar bir şeylər daxil eləyə bilər. Prosta biz hələ exception handle keçməmişik ya. Elmar yox. Seymur, sən Seymur idi də? Yox. Hə, bura bax. Uşaqlar, deməli bu adam menyuda neyniyəcək uşaqlar? 1, 2, 3 əməliyyatdan birini seçəcək. Biri vursa bu adam nə olacaq? Burada bütün tələbələrin listini göstərəcək. Aydın mı? Okey. İndi bu təbii ki, burada nə etməliyik? Nə yazmalıyıq? Int operation. Operation. Aydın mı? Bərabər necə götürür readline-dan? Console.readline. Aydın mı? Amma bu bizə string verir də. Aydın mı? Biz bunu nə edəcəyik? Bunu convert eləyəcəyik. Yes. Anlasınız. Bu olacaq convert to int yes, eləyə bilərik, amma onun içində bəzi özelliyi var, ondan danışmamışım. Practice keçəndə danışacağıq. Aydındır mı? Hələ ki bu üsuldan istifadə elə. Aydındır burası uşaqlar. İndi burada nəyi yoxlamalıyıq? Bir switch case olmalıdır, razıyıq. Aydındır mı? Switch case olacaq burada. Niyə switch case olacaq? Niyə if yazmıram? Yes, yəni bir operation dəyərini, bu dəyərlərini yoxlayacağım da. Aydındır mı? Bura nə yazacağıq? Burada deyəcək case 0 yoxdursa 1-də. 1-dirsə tələbələrin listini yazdıracaq. Necə yazdırır listini ekrana? Yes, massivimizi lupa salarıq, hətta for each'ə salarıq uşaqlar. Burada nə edərik? Console right-lar nəyə yazdırarıq? Name'i yazdırarıq. Aydındır burası? Burada nə edərik? Break edərik. Yəni bu adam biri vurdusa nə etmək istəyir? Bütün tələbələrin adını görmək istəyir də. Bütün tələbələrin adını da mən necə göstərirəm? Lupa salıb bir yazdıraram da ekrana. Aydındır burası? Şeydir uşaqlar. Yəni, yes, for each loop idi uşaqlar. For each birbaşa elementlərin üzərində gəzir. İndekslərinə ehtiyac yoxdur. Aydın nə demək istəyirəm? Yəni, bu bir dəfə fırlanacaq name nəyə bərabər olacaq? Seymura, ikinci dəfə fırlanacaq name olacaq Ramil, üçüncü olacaq İsa. Aydındır? Birbaşa üzərində gəzir. Amma for nə edirdi? İndeks verirdi sənə. Gedib həmin indekslə tapırdın dəyəri. Aydındır mı? Yəni, biri var ki, məsələn, çöldə durub, məsələn, birinci olan tələbəni çağırırsan, aydındır mı? Deyirsən, sıfırıncı gəlsin. Aydındır mı? Biri var ki, hələ adını bilsən, deyirsən, həmin adam gəlsin, durub özü gəlir. Amma mən sənə for olanda o indeksini verirəm. For each olanda nəyi verirəm? Birbaşa özünü verir. Aydındır? Belə bir özəllik. Okey uşaqlar, case 1-də bu olacaq. Gəldi bir dənə case'imiz var, neçə? 2. 2-də nə olacaq? 2-də deyir ki, seçilmiş tələbə adını dəyiş. Yəni, onda 3 dənə tələbə var. Aydındır mı? Burada 3 dənə indeks var. Uzunluq 3-də, amma 0-dan başlayır da. 0-dan başlayır. Aydındır mı? Biz buna deməliyik ki, neynəsin? Bir dənə indeks daxil eləsin ki, biz bilək kimi dəyişək də. Çöldə dayanmışam, deyirəm ki, filan kəsin adresini dəyiş. Məndən sual verərsən. Hansı kimdə o filan kəs? Aydın, mən də bu deyirəm ki, bizə int bir indeks seçək, versin də bizə. Hətta buraya yazaq ki, konsola yazaq ki, oxunaqlı olsun da. Bir də bu breakini yazaq, bu sakitləşsin. Bura deyək ki, konsol right-larla yazdıraq ki, indeks daxil et. İndeks daxil et. Çünki bilək də kimi dəyişir. Aydındır mı? İndi nəyə götürək də həmin indeks. Int, deyək ki, indeks. Necə götürəcəm? Yenə convert. Çünki nə daxil eləyəcək yenə bu? String daxil edəcək. Convert, yeni məsələ. Yaxşı, əlimdə indeks varsa, bu massivin içərisində sırf həmin indeks necə dəyişə bilərəm? Var. İndi bu adam indeksi daxil edir. Deyir ki, mən 5-ci sıra 5-ci yerdə olan adamı dəyişmək istəyirəm. Aydındır mı? Yox, hələ bir variable əksi idi bizdə. Yox. Baxın, dayanmışam çöldə, deyirəm ki, bir nəfərin adresini dəyişək. Razıyıq. O bir nəfər məndən nə istədiniz? Kim? Yes, indi neyimi almalıyım? İndeksi aldım. Dedim ki, Ramil 5-ci sıra 5-ci yerdə olanı dəyişəcəksən. Gəldi, tapdı. Abi adı nə idi? Ayxan. Gəldi, Ayxanı tapdı. İndi mənə ki, Ramil nə sual verəcək? Mənim bunun adresi nə dəyişim olur? Ona görə adresi göndərməliyəm də mən sənə. Razıyım. Deyəcəm ki, burası stringdən nə gələcək? Name gələcək. O da nəyə bərabər olacaq? Yenə console readline. Console readline. Aydındır burası. İndi yaxşı, əlimdə indeks var, massiv də var. Kimin adını dəyişəcəm, atıram.
İndi məsələn, indi massiv indi burdadır da. O massiv budur. Names'dir. Names'in neçəncisini? Yes, bunu names eləyək. Names'in indeksi var da əlimdə. Yes, bu nə olacaq? Dəyişik olacaq taşı filan kəs. İndi yox, nəyə? Name olacaq da artıq. Gələn name. Aydındır burası uşaqlar. Aydındır mı? Yəni bax, kimi dəyişmək istəyirəm və yeni adını nə qoymaq istəyirəm, onu göndərdim. Yəni buradakı name ilə qatışdırır, məlum məsələn, gəl bunu new name eləyək. Bu variable adı burada var. Buna görə bunu düzəldir. Aydındır burası uşaqlar. Elə ora gəlirik ki, görək dəyişəcək mi, dəyişməyəcək mi, indi ondan danışacaq. Okeydir mi? Normalda defaultda bizdə nədir? Düzgün şey daxil et olmalıdır burada. Deyəcək ki, düzgün seçmit. Belə bir şey yazacağıq. Okey, bizdə bir də məsələ var axı. 0 da var, 3 də var, bizə çıxışdır. Hətta çıxış adətən indi 3 eləmir, amma adətən 0 falan qoyurlar. Yəni 0 olanda, bu adam 0 olanda nə olsun? Proqram dayansın. Hal-hazırda bizdə bu məsələ belədir. Gəlsək Ctrl F5 eləsək, hər dəfə dayanacaq. Məsələn, deyir ki, əməliyyat ses, deyirəm ki, 1. Bura 1 yazıram. Siyahını verdi də mənə. Hətta bir sizə bunu oxunalı eləmək üçün çox şey eləmirəm. Gəl bura deyə bilərsiniz ki, burada 2 sətr yazıramsa nə olacaq? Yəni bura yazar da. Deyək ki, console tələbələrin listi. Atıram da, yəni belə bir şey olsun. Gəlib yazsaq bura. Gəldi, deyək ki, 1 seçsək bura. 1. Tələbələrin listi düz qaytardı. Amma proqram dayandı da, istəmirəm dayansın. Mən çıxmadıqca istəmirəm dayansın. Aydındır mı? Yəni istəyirəm ki, hər də fırlansın, məndən şey istəsin. Ona görə yes, bu while olacaq uşaqlar. Yəni bütün bu məntiq məsələsi, bütün bu proses nəyin içərisində yazılacaq uşaqlar? Arada buradan başlayır da. Bunu deyirsiniz ki, atacaq nəyin içərisinə? Bu while'in içərisində. Yəni bu məsələ burada olacaq. Yaxşı. Nə zaman çıxacağıq biz? Operation while nə zaman davam edəcək? Əgər nə deyilsə, 0 deyilsə. Niyə 0 string içində yazılır biz? Operation burada nəyə belə şey verir ki bizə? Biz burada bunu intə çevirmişik artıq. Tam heç kən çevirmiyor. Yəni bunu string kimi götürək. Və yaxud da burada nə etməliyik? Elə birbaşa bunu, mesela bunu 0 yazalım. Bunu 0 yazalım. Zaten dəyişirik. Nə olsun? Neçənci case? Niyə? Harda? Break'ten sonra yazmamışım. Çatmadı değil mi? Görməyəcək. Görməmək üçün yeni loop eləyək də burada. Deyək ki, deməli, yenidən yazdıraq da. Yenidən força salaq. Nəyi? Name'si. Aydındır mı? Burada nə eləyək? Console item, scope yazmaya ehtiyac yoxdur. Burada console item nəyə yazdıraq? Item'i yazdıraq. Aydındır burası. Okey, gəlin bir dənə prosesə baxaq. Ctrl F5 eləsək. Normalda 1 deyirəm, bu niyə sonsuz? Niyə? Gəl onun niyəsini tapaq görüm. Deməli, operation biz nə daxil edirik? Sanki 1 daxil edirik. Aydındır mı? Hansı readline-ı? Bu. Yes, yəni bu, ümumiyyətlə deyirsən, bu proses özü nəyin içərisində olsun? Yes, while-in içərisində olsun. Okay, gəlsək bura. İndi burada niyə yoxlaya bilmirik? Çünki bu nədir? Yes, görmür onu. Bu çünki scope-in içərisində. Bunu amma nə edə bilərik? Bunu gəlsək bura təyin edəsək. Operation... Və yaxud da başqa bir üsulla. Niyə belə şeydir ki bu bizə? İndi operation dəyişməyəcəkdir. Yəni 0-dan fərqli idi ya. Bu operation istəyir bizdən. Bu da məntiqsiz axı. Bu çünki birinci şey olsun. Birinci bizə menünü göstərsin. Yəni bu proses olmalıdır. Aydındır mı? Bura gəlirik, bura gəlirik. Deməli, nə zaman davam eləsin? Nə zaman? Okeydir uşaqlar. Bu girir senin içərisinə. Bizdən bunu niyə istəmirik ki? Çox maraqlıdır. Bunu niyə istəmirik ki? Yəni indi yoxlayaq. Ctrl F5 edək. Okey, burada nəyi yoxlaya bilmirik? Burada operation yoxlaya bilmirik. Bunu çoğa çıxarsın.
Hə, deyirsən dəyişənli çöldə yaradar da. Yes, əla o da belə də olar. Yəni deyirsən ki, bunu şeydə initialize declare eləyək burada. Adı neydi onun? Operation. Aydın mı? Dəyəri harda götürsün? İçəridə götürsün. Okay. Gəlsək, indi baxaq. Əməliyyat ses deyək 1. Tələbənin listini göstərdi və yenidən bizə dedi ki, əməliyyat seç. Aydındır mı? Əla. İndi deyək ki, məsələn 2 deyək. 2 deyəndə nə edir? İndeks daxil et. Çünki kimi dəyişmək istəyirsən? Tələbələrimiz bunlardır. İndi bizdə indeks diqqət olaq. İndeks burada lenzin isə də bunun 3-dür. Amma 0-dan başlayır. 0 yaza bilərik, 1 yaza bilərik, bir də 2 yaza bilərik. Deyirəm ki, get 0-cını, 0-cı indeksi, yəni birincini dəyiş. Deyir, indi əslində buraya yazmaq lazımdır ki, yeni ad daxil elə. İndi biz onu qaçırmışıq. Yoxsa da biz bilirik ki, neyim? Deyirəm ki, filan kəs. Aydın mı? Normalda Seymurun adı dəyişməlidir burada. Deyək ki, filan kəs və bizə yeni bir massivi qaytaracaq. Baxın, ad dəyişib. Filan kəs, Ramil artıq İsa. Yəni mən 1-i vursam, baxın uşaqlar, bunu niyə görürük burada? Ha, okey, burası maraqlı məsələdir. Niyə? Təzədən 1 eləyəndə Seymuru görürəm bura. Yes, hə? Yox, yəni baxın, burada əslində bu bayaq danışdığımız mövzudandır da. Mən gəl burada neyi salıram? Names-i lupa salıram. Aydındır mı? Names indeksində burada dəyişmişəm. Burada yaxşı. Buradakı 1 ilə. 1 yazanlar. Həmin names deyilmi? Bu names üzərində bir dəyişiklik eləmişəm. Niyə görmürəm onu? Yes, çünki uşaqlar bu bura gəlir, hər dəfə bunun içərisində. Massiv nə edir uşaqlar? Yenidən təyin edir. Yəni bizim databazemiz yoxdur ki, datalarımızı orada qalıcı olaraq saxlayaq, gəlib dəyişim. Siz bilirsiniz, proqram hər dəfə ranlanıb bu dəyişənlər təzədən yaranmır. Aydındır mı? O şeydir, Ramil. Yəni niyəsini başa düşək. Baxın, proqram bir dəfə işə düşdü, massiv belə yarandı, razıyıq. Burada dəyişdim, əla. Case 2-də dəyişdim. Yenidən əməliyyat seçirəm burada. Seçirəm. Yenidən mən massiv burada statik yazmışam, amma bu avtomatik nə olur? Təzə bir massiv verir də mənə. Aydındır? Yes, ona görə o ya da ki, bizim gələcəkdə database mövzusu olmalı. Datalar hardasa qalmalıdır, qalıcı şəkildə. Biz gəlib onu oradan dəyişirik. Çatdı nə demək istəmişəm? Proqram hər işə düşəndə bu massiv nə edir? Yenidən yaranır. Yox, yəni ən üstdə qalsa desən, hər dəfə. Yes, çöldə qalsa işləyir. Çöldə qalsa işləyir. Yəni bu uşaqlar bu çöldə qalsa, bax bunu uşaqlar deyir ki, bunu müəllim ataq yuxarı. Yəni hər dəfə belə olsa, artıq bura girmir, hər dəfə duvalin içində fırlanır ancaq. Aydındır mı? Gəlsək bura. Ctrl F5 eləyək bunu. Baqa girdim. Da özünə gəlsin, build olur. Harda səhvimiz var ki bizim? Hə. Okey, belə bir proqram olan normalda gedib senin içərisindən ya açıq qalanda olur, ya da gedib orada 1000 ilə obj folder var. O folderları silə bilərsiniz. Okey, 1 deyirəm, uşaqlar. Mənə tələbələrin listini verdi. Aydın indirəm 2. Deyirəm 0-cını dəyişəcəm. Adını qoyacam olsun test. Şey değil mi? Dəyişdi mi ad? İndi yenidən 1-i vursam ad artıq dəyişir. Aydın mı? Çünki artıq atdım globala. Yəni o array hər dəfə yenidən yaranmır. Aydındır mı? Yəni çünki o ən əvvəldə proqram işə düşəndə bir dəfə yazırıq bunu. Uşaqlar burada təkrarlanan kod sətirləri var. Məsələn, tələbələrin bu təkrarlanır. Sonra eyni məsələ, məsələn burada da var. Biz bunları nə edə bilərik? Metodlara çıxarda bilərik. Aydındır mı? Yəni nə edərəm? Yaxşı, bu hissəni bir metoda çıxartmaq üçün necə bir metod yazmalıyam bu hissəni çıxartmaq üçün? O metod nə qəbul etməlidir? Hə, Aysun. Bir səbəb Aysun bugün səsi gəlmir. Keçən dərsi biraz aktiv idim, bu səfər səsim gəldi. Hə. Bu bax, bunu ayrı bir metoda çıxarmaq üçün həmin metoda nə ötürməliyəm mən? Array ötürməliyəm. Uşaqlar stringdən array ötürməliyəm ki, onu neynəsin? Götürüb yazdırsın. Ona görə uşaqlar baxın, yəni məsələ nədir? Bunu götürsəm buradan, kopyaladım. Atıram, tutaq ki, burada bir metod yazacağam. Deyirəm static. Aydındır mı? Deyirəm void. Nəsə qaytarma ehtiyac yoxdur da. Deyirəm write student. Belə bir adı qoyuram. Yaxşı. Gəlib götürdüyüm kod sətri bunlar deyil, bura açsam. Bu metodu işlətmək üçün nəyə ehtiyacım var? Namesə, razıyıq? Namesə bir arraydir. Necə bir arraydir? Necə bir arraydir burada names? String arraydir. Ona gəlib deyəcəm ki, metoda nə gələcək uşaqlar? Yes, stringdən bir dənə gələcək, array gələcək. Və artıq burada namesi yenə nə istifadə edəcəm? Yəni arıram. Razıyım mı? İndi bu metodu çağırmaq üçün bilməliyəm. Gəl burada, haraydı o? Buraydı da. Bunu artıq silirəm. Adı nə qoydu? Yaxşı. Nə istəyir bu məndən?
Array-si də Array. names vardı yuxarıda array. Mən names-ni edirəm, bura otururam. Razıyam uşaqlar? Artıq bu bilməyə bir də harda lazımdır? Bir də mənə baxın burada da lazımdır. Gəlirəm edirəm, burada da çağırım. Razıyam uşaqlar? Yəni artıq bu hissəni, hətta bu işi görən, bax bu hissəni görən bir metod da yazar. Bu hissə, imini bu hissəni. Nə gəlməlidir bizə? Yəni massiv gəlməlidir, bir də nə gəlməlidir? İndeks gəlməlidir, bir də nə gəlməlidir? Təzə ad gəlməlidir. Aydındır mı? Yes, string gəlməlidir. Deyək ki, static void deyək, yes, deyək ki, olsun static olsun, void olsun. Deyək ki, change to name. Yaxşı, nə gələcək? Yenə massiv gəlməlidir stringdən. Razıyam mı? Yəni, array gəlməlidir. Sonra nə gəlməlidir? Int, index gəlməlidir. Razıyam mı? Index gəlməlidir. I deyək, yaxşı. Bir də nə gəlməlidir? Təzə ad. New name gəlməlidir. Və burada nə baş verəcək uşaqlar? Buradakı kod sətrini kopyaladım, atacam bura. İndeksi artıq buradan götürməyəcək. İndeks bizə nə edəcək uşaqlar? Hazır gələcək. Aydın, ona görə gəl bunu silək buradan. İndeks bizə hazır gələcək. Razıyam mı? Nədir indeksimiz? I. Götür göndərəcəkdir bizə. Massivimiz nədir? RR, bunu dəyişdim. Təzə adımız nədir? New name. Bunu buradan götürməyə ehtiyac var? Yox. Bu metodu çağıran adam bura hər şeyi hazır ötürəcək. Razıyam? Bir nə olacaq burada? Belə bir dəyişiklik olacaq. Okeydir mi? İndi gəldik. Haran çıxartmışdıq biz? Buranı çıxartmışdıq da. Bu hissə idi də bizdə. Bu hissənin yerinə nə yazacağım uşaqlar? Metod adını nə qoyduq? Change to name. Tamam, gəldi bir. Nə istəyir məndən? Array-si. Array nədir? Names. Sonra nə istəyir məndən? Index. Indeksim hansıdır? Elə götürmüşəm bunu. Bir də nə istəyir? New ad istəyir. Yəni artıq bu dəyişmə hissəsini gedir aşağıda ayrı bir metod özü eləyirdi onu. Mən ötürəm dəyərləri, o gedib işləyir. Yaxşı. Şimdi baxaq, görək bu istədiyimiz kimi işləyəcəkmi, işləməyəcək. Daha biri vurmuram, bir siyahını verir də bizə. 2 deyirəm. Deyirəm özünə gəlsin. Deyirəm olsun 2. İndeks daxil edirəm, 0-cını dəyişəcəksən, adını qoyacaqsan test. Aydındır mı? Run eləsəm, adını test gördüm. Razıyıq mı? İndi gəlsəm eləsəm 1. Test olaraq nə edirəm? Dəyişəni görmüşəm. Aydındır mı uşaqlar? Yəni sadəcə məntiqi nədir? Çıxartdıq ayrıca nəyə? Kənar metodlar. Metod nədir? Yazırsan, sənə lazım olan yerdə gəlməyirsən onu, qol edib istifadə edirsən. Aydındır mı? Okeydir uşaqlar.